Rəğmen, müxov vidalarla bizim aramızdakı fərq tək tövhid eləməkləridir, yoxsa başqa şeylər də var? Yəni sözsüz ki, mufavvida aydındır ki, bu barədə danışmışıq. Mufavvida yəni o kəslərdir ki, deyirlər Allah Subhanahu taala bütün ad sifətləri hansılar ki, Allah Subhanahu Quran-Kərimdə qeyd edib, Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərdə qeyd edib, onların mənası, keyfiyyəti yox. Mənasını biz bilmirik. Biz bilmirik. Sözsüz ki, bu yanaşma zəlalətdir. Və ondan, bu yanaşmadan sözsüz ki, fəsadlar əmələ gəlir. Fəsadlar əmələ gəlir. Məsələn, fəsadlardan biri odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə çıxır ki, bir çox hədislər danışdı və onların mənası olmaya danışdı. Yəni, bu fəsaddır. Və həmçinin ona fəsadlardan odur ki, Quran-ı Kərimin bir çox ayəsi mənasızdır. Yəni, ən azı bizə mənası olmayan ayələrdir. Yəni, indi özünüz fikirləşin. Bu, hətta Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Subhanahu hikmətinə təndir. Yəni, Quran-ı Kərim belə çıxır ki, nazil olub və onun 50%-i biz mənasını başa düşə bilmərik. Onun hikməti nədir onda? Hikməti nədir? Ona görə hətta yəni, kim ki o məzhəbə düşüb, o fikrə düşüb, o deyir ki, bu əlif, ləm, mim kimi ayələrdir. Biz deyirik ki, əlif, ləm, mim 28-27 dənə yerdədir cəmi Quran-ı Kərim. İkincisi, heç kim alimlər deməyib ki, onun mənası yoxdur. Sadəcə təfsirində ixtilaf ediblər. Aydındır, heç kim deməyib onun mənası yoxdur. Onun təfsirində ixtilaf ediblər. Bəzilər deyiblər ki, məsələn, o əlif, ləm, mim, yəni Allah Subhanahu və Teala görsədir ki, bu Quran-ı Kərim həmin siz danışdığınız dildə nazil olub. Hansı ki, bu ərəb hərflərdən ibarətdir. Əlifdir, ləmdir, mimdir, radır, saddır. Bu həmin hərflər sizin dilinizdə var. Ey ərəblər. Və siz o dilli və bu hərfləri istifadə edirsiniz. Və lakin siz Quran-ı Kərimi, həmin bu Quran-ı Kərimi gətirə bilmərsiniz. Və bu Quran-ı Kərim bu hərflərdən ibarətdir. Gətirin onda, bundan sonra həmin Quran-ı Kərimi. Axı, bu sizin dilinizdir. Görürsünüz, təfsir veriblər. Demiblər ki, bunun mənası yoxdur. Və bəziləri deyiblər ki, yox. Məsələn, o hərflər ki, o surələrdə gəlib, fikir versən, görərsən ki, bu hərflər daha çox istifadə olunur bu surədə. Və digər təfsirlər. Yəni, demiblər ki, onun heç bir mənası yoxdur. Çünki Allah Subhanahu wa Ta'ala necə Quran-ı Kərimdə vəsf verir özünə, deyir ki, o həkim, Allah Subhanahu hikmətlidir. Hikmətun bəliğə, əzəmətli hikməti var. Onda o, əgər bir insan hikmətlidirsə, fikir verin, insan deyil hikmətli, danışır, sonra deyir ki, mən səninlə danışırım, 50%-in mənası yoxdur. Sən başa düşə bilmərsən. Nə hikmət var orada? O Allahın hikməti təndir. Ona görə sözsüz ki, belə yanaşma bir çox fəsadlar gətirir. Bir çox fəsadlar gətirir. Hətta görərsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, hətta Quran-ı Kərimdə görürsünüz ki, bir çox ayələr Allah Subhanahu və Teala'nın sifətləri ilə vəsf olunur. Baxın, bir ayə sizə deyim. Allah Subhanahu Teala deməli, yer üzərində fəsad edənlərdən barədə danışır, Maidə surəsində. Deyir ki, o cinayətlər edənlər, adam öldürənlər və s. onların cəzası necə olmalıdır? Sonra Allah Subhanahu və Teala deyir ki, İllellezine tabu necə də o ya, bir də yadıma düşüm. Deyir ki, İnnəmə cəzəvləzi yuxaribunallaha və rasuləhu və yəs'avna fil ardı fəsadən ən yuqattəlu, əv yusallabu, əv tuqattə eydihi və arculu min xilaf, əv yunfə minəl ardı, zəlikə bənəm xizyun fid dunya və fil axirəti azabun illellezine tabu min qabl an taqdiru aleyhim fa'lamu ennallaha gafurur rahim. Deyir, o kəslərdən başqa ki, tövbə ediblər, siz onları tutandan qabaq. Yəni, onlar cinayətkardırlar. Lakin özləri təslim oldular. Özləri təslim oldular. Siz onları tutmadınız, özləri təslim oldular. Min qablən təqdir fa'ləmu ennallaha gafurur rahim. Bilin ki, Allah bağışlayandır. Yaxşıdır. Bu nə deməkdir? Neyi Allah Subhanahu Teala deyir, burada bağışlayandır? Aydındır ki, məna odur ki, onları bağışlayın. İndi sən deyirsən ki, bağışlama mənası yoxdur. Bu onun ad sifətləri bağışlama bilmir nə deməkdir. Onda bu, hətta ayənin mənası içir.
Yəni mufavvidəyə görə bağışlama, qafur və əziz, qavi eyni, yəni adlar nə barədə eyni adlardır. Yəni mənası hamısının bilinmir. Nədir? Tərcümə olaraq nədir mufavvidalıq? Mufavvidə yəni həvalə eləyirlər. Allahın ad sifətlərin mənasını həvalə edirlər Allaha. Yəni deyirlər ki, biz bilmirik. Və belə həvalə eləmək batildir. Çünki bu həmin ayələri iptal edir. Onda Allah Subhanahu taala burada məhz bu işə görə deyir ki, siz onları tutandan qabaq. Əgər onlar özləri təslim olmasınlar, bilin ki, Allah bağışlayandır. Nə mənası var? Onda belə şey ki, Allah desəydi, bilin ki, o bağışlayandır və yaxud bilin ki, əzab verəndir, ikisi də eyni olardı. Lakin bu ayədə aydındır ki, yəni bu onların tövbəsidir. Bu onların tövbəsidir. Və ona görə də bu tafvid, yəni ona görə necə bir çox alimlər deyir ki, bu da tafviddir. Onlar deyir, mufavvidə deyirlər, onlar təchildir. Bu yəni cəhalət məzhəbidir. Tafvid məzhəbi deyil. Çünki bu Allahın kitabını, hətta peyğəmbəri, hətta sahabələri cəhalətdə itham eləməkdir. Yəni belə çıxır, Quran-ı Kərimin yarısının mənasını bilmirik biz. Ona görə düzgün tafvid, yəni düzgün həvalə Allahın sifətlərinə keyfiyyətini həvalə eləməkdir. Mənasını yox. Yəni bəli, Allah Subhanahu taala bağışlayır. Necə bağışlayır biz bilmirik, lakin bağışlayır. İnsan da bağışlayır. Allah da bu. Lakin eyni deyil. İnsan da görür, Allah da görür. İnsan da eşidir, Allah da eşidir. İnsan necə eşidir, necə görür biz bilirik. Burada həm mənasını bilirik, həm keyfiyyətini bilirik. Və lakin Allahın görməyini bilirik nə deməkdir. Mənasını bilirik. Yəni görmək, Allah nə görünürsə Allah hər şeyi görür. Nə eşidilirsə Allah hər şeyi eşidir. Kamil görmə eşitmək. Lakin necə Allah görür? Keyfiyyətini, bəli, keyfiyyətini həvalə edirik. Lakin mənası yox. Mənası yox. Allah razı olsun. Onlar nədən qaçıb mufavvidalıq elədilər? Mufavvid Sözsüz ki, yəni tafvid onlar bu əslində belə baxanda deməli Allahın Subhanahu taala'nın sifətini inkar etməkdir. Yəni inkardır əslində. Ona görə hətta gəlib yəni onlarda deməli ümumiyyətlə kim bu məzhəbə düşüb, onlar deyirlər ki, "Və kullu nassin awhama təşbihə", belə qayda var onlarda. Hər bir o nas, yəni Quranda və sünnədə gələn hədis və ya ayə, hansı ki sənə elə gəlir ki, orada Allahı oxşatmaq var, sənə elə gəlir ki, deyir ki, "Avvilhu aw fawwit və rum tənzih". Onu nəyinə? Onu ya təvil elə, ya tafvid elə. Və beləliklə sən salamat qalarsan. Başa düşürsünüz? Onların yəni ona görə görürsünüz ki, baxmayaraq ki, ikisi bir-birinə zid olan yanaşmadır Allahın sifətinə. Biri təhrif eləmək, yəni onu başqa cür yozmaq. Deyirlər ki, məsələn, Allah Subhanahu wa Taala məsələn bağışlar yox, məsələn rəhimli yox, rəhimli deyil. Sadəcə xeyir əməl edənləri mükafatlandırır. Yəni rəhimliyi nədir? İnkar elədi. Görürsünüz çünki onun üçün nədir? Allahın rəhimini isbat etmək, yəni oxşatmaqdır. Ona görə nə edir onu? Deyir, iki dənə sənin yolun var. Ya onu tafvid elə, deyir, Allahın rəhim bilməm nə deməkdir. Çox bilmirəm. Rəhim, əzab, hamısı eyni şeydir mənim üçün. Bilmirəm. Ya onu belə elə, bu bir yanaşmadır. O biri, onun zid yanaşması nədir? Onu demə rəhimli. Onu təvil elə, yəni təhrif elə, dəyişdir mənasını. Deyir ki, yəni iradatu el-xeyr, yəni xeyr eləməyi istəyir. Rəhimli o deməkdir. Başa düşürsünüz? Ona görə iki dənə zid, bir-birinə tam zid məzhəb olsa da o görürsünüz, o firqələr həmin o iki dənə məzhəbi icazə veriblər və görürsünüz ki, bir-birinə zid məzhəb olsa da onlar birdirlər. Yəni onlar ona görə yalandan deyirlər, nə deyirlər? Deyirlər yalandan deyirlər ki, məzhəbus sələf, deyirlər ki, məzhəbus sələf, deyirlər ki, nədir? A'ləm və əhkəm. Ya deyirlər ki, a'ləm, əv əhkəm, əv əsləm. Yox, əsləm deyirlər. Əsləm və əhkəm, yəni əsləm, daha salamatdır. Deyir, məzhəbus sələf əsləm. Yəni, bu yanaşma güya tafvid. Güya sələflərdə tafvid olub. O daha nədir? Salamatdır. Deyir, məzhəbul xələf, yəni bizim müasir alimlər, yəni bu muavvilələr deyirlər ki, bizimki isə a'ləm və əhkəm, yəni daha hikmətlidir. Onlar ki, daha salamatdır, bizimki daha hikmətlidir. Yəni nədir onların bizimki? Yəni təhrif edirik, mənanı dəyişdiririk.
Bu söz özü batil sözdür. Birincisi, əgər sələf hansı bir məzhəbi Allah başa düşüblərsə necəsə, sən necə ümumiyyətlə təzə bir qayda gətirirsən? Sələf kimdir? Sahabələr, birinci imamlar, hə? Və əgər o salamatdırsa, necə salamat qeyri-hikmətli ola bilər? Sən desə ki, yəni hikmətli, onda deməksə ki, hikmətli amma salamat deyil. Düz gəlmir. Yəni bu ziddiyyətdir. Və hikmətli elə salamat deməkdir. Hikmətli elə salamat deməkdir. Əgər bir şeydə hikmət vardır, onda salamatçılıq var. Aydındır. Ona görə bu yanaşma, sözsüz ki, bu qayda, həm sələflərə yanaşma və s. hamısı səhvdir. Nə qədər sələflərdən, keçən dəfə İmam Malikin sözünü gətirdiyi və s. onlar Allahın sifətləri başa düşüblər, mənasını veriblər. Deyib ki, əl-istiva məlum, istiva nədir bilirik, məlumdur. Sonra keyfül məchul, amma onun keyfiyyəti məchuldur, bilinmir. O məchuldur. Aydındır. Son olaraq Rəməm, əhl-i-sünnə, yəni sələflərin ad və sifətlərdə tövhidində mövqeyi necədir? Onu bir dənə deyərsiniz bizə. Əhl-i-sünnənin ad sifətinin mövqeyi odur ki, Allah Subhanahu taala öz barədə nə deyib Quran-ı Kərimdə və yaxud onun Rasulullah sallallahu əleyhi və səlləm səhih hədislərində nə deyibsə, biz ona iman gətirməliyik. İman gətirməliyik. Və lakin eyni zamanda o iman gətirməyən nədir? Ona oxşatmırıq. Ona təşbih, yəni demirik ki, Allahın məsələn rəhməti, insan rəhməti, Allahın əli filan əli kimi deyir. Olmaz, oxşatma olmaz. Bu təşbihdir. Və həmçinin onu təkyif eləməni, keyfiyyət vermirik. Keyfiyyət vermirik. Demirik ki, Allahın rəhməti, yəni o qədər insanları bağışlaya bilər və s. Və yaxud da əli o deməkdir. Olmaz. Keyfiyyət vermək olmaz. Və həmçinin nədir? Dörd qaydadır. Üçüncü qayda tə'til, yəni inkar etmirik. Demir ki, Allahın əli yoxdur. Demir Allahın rəhməti yoxdur. Aydındır. Və dördüncü nədir? Dördüncü, yəni təhrif eləmirik. Yəni başqa məna vermirik. Demirik Allahın rəhməti, yəni xeyir eləmək istəyirik. Rəhməti yoxdur, amma mükafat verir xeyir əməl eləyənlərə. Əli yoxdur, əl rəhmət deməkdir. Aydındır, bunu da eləmirik. Və bu dörd dənə deməli nədir? Yanlış yollardır Allahın ad sifətlərində. Ona görə Allah Subhanahu öz barədə nə deyir? Leysə kəmisli şey. Dəlil nədir bu dörd qaydaya? Bir çox ayələr, Allah Subhanahu bir ayədə buyurur ki, leysə kəmisli şey, onun mislində heç nə yoxdur. Leysə kəmisli şey, mislində yoxdur. Yəni mislində yoxdur nə deməkdir? Nə keyfiyyət verə bilər? Çünki bir şey keyfiyyət vermək üçün sən onu gərək görəsən. Düzdür? Və yaxud da görməsən də gərək onun mislində nəsə görəsən. Ki deyəsən ki, o bunun kimidir. Sən əgər Allahı görməmişsiniz və onun mislində olanı görməmişsiniz, ona nə keyfiyyət verə bilərsən, nə onu təmsil edə bilərsən, yəni nə oxşada bilərsən. Aydındır? Ona görə Allah Subhanahu dedi ki, leysə kəmisli şey, onun kimi mislində heç nə yoxdur. Və həmin ayədən sonra axıra deyir ki, və huvəs-səmiul basir. Və eyni zamanda Allah eşidən və görəndir. Görürsünüz, yəni Allah Subhanahu deyir ki, onun mislində heç nə yoxdur. Lakin ondan sonra dərhal deyir ki, o görən və eşidəndir. Deməli, biz onu görüb eşitməyi isbat etməliyik. Və eyni zamanda deməliyik ki, onu görməyi və eşitməyi necə də biz bilmirik. Aydın nə keyfiyyət verə bilərik, nə də oxşada bilərik. Bu ən salamat məzhəbdir. Ən salamat. Çünki Allah Subhanahu fikir verin, qiyamət günü bizi qəbirdən çıxandan sonra bizə desə ki, sən nəyə görə demirsən ki, məsələn, desə ki, sən nəyə görə demirsən ki, mən eşidirəm və görürəm? Biz deyəcək ki, ya Rəbbim, sən belə demirsən öz barədə. Sən nə demirsən, mən onu demişəm. Lakin sənə ey müəvvələ, Allahı təhrif edən sifətlərdir. Desə ki, sən nə haqla demirsən ki, Allahın rəhməti yoxdur. Nə haqla demirsən ki, Allahın əli yoxdur. Axı, mən Quran-ı Kərimdə özüm demişəm o barədə. Sən nə Allaha cavab verəcəksən? Sən Quranın 30%-ni, 20%-ni inkar edirsən. Qiyamət günü Allah Subhanahu səndən soruşsa ki, sən bunu inkar edirsən. Nə deyəcəksən? O barədə fikirləş. Ona görə salamat məzhəb, salamat yol. Allah ad sifətlərini başa düşmək budur. Allah öz barədə nə deyirsə demək və kifayətlənmək. Nə əlavə eləmək, nə artırmaq, nə də ki azaltmaq. Və budur Peyğəmbər sallallahu əleyhi və səlləm sahabilərin, ümumiyyətlə bütün imamların, əhl-i imamların yolu, üslubudur. Allah sizdən razı olsun.